Salam aleykum. Deməli R1, CH, R2, R3. Yazıb ki, R1'də 2 dənə karbon var. Amma biri metildir. Deməli bu etil radikalıdır. 2 dənə karbondur. Ancaq biri metildir. R2'də 3 dənə karbon var. İkisi metildir. Deməli bu izopropildir. R3'də 4 karbon var. 3'ü metildir. Bu üçlü butildir. Ve biz uzun zəncir seçirik. Bu nöqtəyə çatanda, bu nöqtəyə bilmirik sola gedək, sağa gedək. Çünki ikisində də 2 karbon var. Şaxəsi olana gedirsiniz. Şaxəsi çox olana gedirsiniz. Belə deyək məsəl üçün. Nömrələyirəm 1, 2, 3, 4, 5. Olur 2, 2, 4 trimetil, 3 etil, pentan. Və bu doğrudur. Tərkibində bir asimetrik karbon var. Bəli, bu üçüncü karbona baxın, nöqtə qoyuram. Sağdan izopropil, soldan etil, hidrogen və üçlü butil. İkili karbon CH2'dir. Dörtlü karbon C'dir. Bunlar həqiqətən bir-birinə bərabərdir. 3 metil oktanın izomeridir. 3 metil oktanda 9 karbon var. Burada 10 dənə bu izomer deyil. Sonra bu birisi sual nəzərdən keçirdək. Lebedev reaksiyası üzrə etanoldan əmələ gəlir divinil. 2 mol su çıxır. Və hidrogen dehidrogenləşmə dehidratlaşmadır. Və görürsünüz ki, Y karbonla reaksiya daxil olub bunlardan birini əmələ gətirir. Deməli, Y bu da sudur və karbonla bu hidrogen verir. X də hidrogendir, Z də budur. Və hidrogen X də hidrogen kalsiyumla reaksiya gedir. Çünki hidrogen Ləman Çingiz Rainbow kinosuna baxmağı sevir. Canım Namiqlə reaksiya daxil olur. Onda hidrogenlə gedə bilməz, hidrogen bundan gedə bilməz, bundan gedə bilməz. Və Y sudur, su hidrogenlə gedə bilməz. Çünki hidrogen qeyri-üzvü kimyada harda hidrogen var getmir. Ona görə doğru cavab burada A bəndində öz əksini tapacaqdır. Davam edirik. Burada deməli 20% məhlul. Yəni mən bunu x qram 20% götürürəm. Bunun 0,2 x həll olandır. Onda 0,8 x bunun həlledicidir və həlledicinin kütləsinin 25%, yəni 4də 1, yəni 0,2 x gedir və burada qalır 0,6 x. Həll olanın üzərinə isə həll olanın kütləsinin 2 misli qədər, yəni 0,2 x-in 2 misli 0,4 x ilə gəlirik və bu da 0,6 x, bu da 0,6 x, bu deməli 50% edəcəkdir. Dördüncü sualda reaksiyamızın tənliyi azot üstə gəlir 3H2 əmələ gəlir 2NH3, azot yazıram, hidrogen yazıram, NH3 yazıram, başlanğıc sərf və tarazlıq və bu 8 mol, bu 24 moldur. Bu sağda durduğuna görə bunun başlanğıcı və sərfi yoxdur. Və yazıb ki, burada pirabda 75% azalır. Pirabda azotdadır. 1 mol azotda 2 dənə pirabitəsi var. Burada 8 mol olduğuna görə 16 mol pirabitəsi var və bu 16 mol pirabitəsinin 75%, yəni 0,75'i 16 vur 0,75, yəni 12 mol, 12 pi azalır. Qalır burada 4 pi. Bir azotda 2 pi varsa, 2 azotda 4 pi var. Ona görə də bu azot sonunda 2 olur və demək bu 8-dən 2'ye 6 mol azalıbdır. Azot 6 mol azalanda bu zaman hidrogen 18 mol azalır. Qalır 6. Azot 6 mol azalanda bu zaman deməli amonyak 12 mol alınır. Və M orta bərabərdir. M1 nübir azot 28'dir, vururam 2'yə. Üstünə gəlirəm, hidrogen 6'dır, vururam maliyyə kütləsini 2'yə. Amonyak da 12'dir, vururam 17'yə. Aşağıda bunların mollarının cəmi. Bu da eləyəcək 20 və tapdığım rəqəmi də sonra helium'a görə dediyinə görə 4'ə böləcəm və tapacam ki, cavab nəyə bərabər olacaq. 5-ci sualda V bərabərdir. X vurulsun. Deməli, Y-in deməli kvadratı. Baxırsınız ki, bu 0,5'dən 2'yə yüksəlib 4 dəfə artıb. Bu isə deməli 4 dəfə azalıbdır. 2'dən 0,5'ə 4 dəfə ilə belə yazıram azalmanı. Bu da eləyir 4 vurulsun 16'da 1. Bu da eləyir 4'də 1. Yəni sürət 4 dəfə azaldı. 4'dən deməli 4 dəfə azalanda deməli 1 olacaq. 6-cı sualda deməli amonyak sulfat turşusuna reaksiya daxil olur. Əmələ gəlir normal duz NH4 2, deməli SO4 əmələ gəlir
Və burada demək bu qabağını 2 yazacağam. 400 qram 49 faizli 400 vurulsun 49 bölünsün 100. Bu eləyir deməli 4 vurulsun 49 196 qram. Bura yazıram 98 qram. Bura yazıram M. Bu da deməli 34 eləyir. Buradan bununla bu ixtisar getdi. 68 qram elədi. Yəni 68 qram burada amonyak var imiş. Çünki tam reaksiya deyir. Yəni o deməkdir ki, amonyak qabaq nə qədər imişsə hamısı gedib və x qram amonyak azot qarışığı x bölü 3 qram azotu qəbul eləməyibdir. Demək onda qalanı amonyak imiş. Çünki əgər x-in x bölü 3 qramı azotdursa qalanı amonyakdır. Bu da deməli eləyəcək 2x bölü 3. Bunu 68'e bərabər eləyəcəm. Buradan 68 vurulsun 3 bölünsün 2. Doğru cavab burada 102 eləyəcək. 7-ci sualda selluloza karbon 6 H7O2 OH OH və OH, yəni bu şəkildədir. Təbii ki, buna əsasən 3 mol sirkə turşusu birləşəcəkdir. Yəni sirkə turşusu yəni olacaqdır O, CO, deməli CH3, sonra yenə O, CO, CH3, yenə O, burada CO, CH3. Bu şəkildə sadəcə polimerləşmə dərəcəsini bilmirik. 270 qram sirkə turşusu 270 vurulsun 1000. Bölürəm bunu deməli 60'a. Deməli 270 3 dənə 0 bölü 60 bu 4500 eləyir. Bu deməkdir ki, burada deməli əsasən hər sirkə turşusu deməli 3 dənə olduğuna görə buraya polimerləşmə dərəcəsi 1500 olmasına dəlalət eləyir və 1500 və bizə də deyir ki, oksigen atomlarının sayı mürəkkəb efirdə 1, 2, 3, 4, 5, 6, 7, 8'dir və 1500'ü biz 2'yə 8'ə vuranda deməli doğru cavab deməli 12000 eləyəcək və 7-ci sualda doğru cavab C bəndi olacaqdır. 8-ci sualda doymuş bir əsaslı karbon turşusu karbon N H2NO2'dir və burada gözə görünməz belə bir qrup var və polyar rabitə nə deməkdir? Karbona birləşən hidrogen, eyni zamanda oksigenə birləşən hidrogen və karbonla oksigen arasındakı rabitənin üçü. Demək, burada deməli ümumən karbona birləşən hidrogen, oksigenə birləşən ümumi hidrogendir, yəni 2N'dir. Və həmçinin burada karbonla, yəni bu ikisini bir götürdüm və karbonla oksigen arasında 3 dənə rabitə var, olur 2N-3. Amma qeyri-polyar karbonun sayından bir vahid əskikdir M-1. O da buradan deməli 7, buradan da M bərabərdir. Deməli 2 olacaqdır. Yəni bu sirkə turşusudur, CH3, COOH-dır. Ancaq burada belə bir ifadə işlədir ki, ən az karbon atomu olan optik izomer əmələ gətirən spirt. Baxın, bir dənə karbon yazıram, spirt dediyinə görə OH yazaram, hidrogen yazaram, metil yazaram, bir də etil yazaram. 4 dənə müxtəlif qrup birləşdirdim. Yəni bu ikili butildir, bu da asetat olacaqdır, ikili butil asetat. 8-ci sualda doğru cavab olacaqdır D bəndi. 9-cu sualda deməli bərabər mol miqdarı götürülmüş X metalı və mis NO2-nin oksigen mühitə közəldilməsi zamanı bərk kütlə 46 qram azalmış və sonda, bu cümləyə fikir verin. Sonda yalnız bir bərk qalıq qalıb. Bu deməkdir ki, X metalı mis imiş, bu birisi də mis 2 nitrat imiş. Bərabər mol dediyinə görə ikisinə də A mol yazıram. Bu közərəndə əmələ gəlir A mol mis 2 oksid, mislər eynidir. Bu da közərəndə bərk qalıq olaraq yenə A mol mis 2 oksid əmələ. Yəni mislər bərabərdir, mollar da deməli eynidir. Və burada deməli görürsünüz ki, yazıb ki, bərk kütlə 46 qram azalıb, yəni əvvəlki bərk kütlə deməli sonraki bərk kütlədən 46 qram çoxdur. Yəni 64A, yəni bunu deyirəm. Üstə gəl 188A, bunu deyirəm. Bərabərdir 80A, 80A, yəni 160A plus 46. Yəni əvvəlki, sonrakindən 46 qram çoxdur, çünki azalma olubdur. A bərabərdir 0,5 və bərk qalığın kütləsi alınan. Demək, bu 80A idi, 0,5'ə vuranda 40. 80A idi, 0,5'ə vuranda 40 və bunların cəmi 80'ə bərabər və 9-cu sualda doğru cavab Y bəndidir. 10-cu sual, natrium peroksid. Üstə gəl karbon dioksid. Əmələ gəlir natrium karbonat. Üstə gəl 0,5 oksigen, yəni tez əmsallaşdırdım. 112 qram. 112 qram artım zamanı
neçə mol oksigen alınır bilmirəm. Burada demək bərk qalıq 78-dir, çünki bərk maddədən gedir söhbət. Burada deməli 106-dır və 106-dan 78 çıxanda deməli burada əsasən müəyyən eləyib. Burada demək 0,5 mol olacaqdır. Burada deməli 28 qram fərq zamanı 0,5 mol oksigenliyi buradan bərabərdir. 112 vurulsun 0,5 bölünsün 28, tapdıq ki, deməli oksigen 2 mol. Biz tapdıq deməli oksigen deməli 2 mol. İndi oksigen ozonlaşır, əmələ gəlir O3, əmsallaşdırıram. Reaksiya fikri verin. Solda 3, sağda 1. Bir azalma zamanı 3 mol oksigen sərf olunur. Amma 0,2 mol azalma zamanı nə qədər bilmirəm. O da buradan 0,6 mol. Deməli olur. Bu da ozona çevrilmə deməkdir. Yəni 2 molun 0,6 molu çevrilib ozona. Bu da deməli 30% edəcək. 11-ci sual nəzərdən keçirdək. Deməli burada 4 kalsium hidroksid var. Baxın bu 1, bu 2-ci, bu 3-cü, bu da 4-cü. 4 mol kalsium hidroksiddir. 3 mol da orta fosfat. Bu 1, bu 2-ci, bu da deməli 3-cü. Yəni bu şəkildə biz bunu təqdim elədik. Bu zaman buradan təbii ki su çıxacaq. Baxın, bununla bu getdi, bununla bu getdi. Bax, OH-lar H-larla gedir. OH-lar H-larla gedir. Biz bunları buradan silirik və müəyyən eləyirik ki, burada artıq deməli ancaq qaldı bu kalsiumlar, bu PO4'lər, bir də H qaldı burada. Yəni kalsium 3, 1, 2, 3, PO4 2, bir də bu kalsium, bu HPO4. Yəni bu şəkildə qaldı. Artıq biz müəyyənlədik ki, yəni X, Y-dən bunlardan ikisi alındı. Və qeyd eləyirik, deməli burada, bunu qeyd eləyək. Burada kalsium 3, PO4 2 alındı. Bir də kalsium HPO4 alındı. İndi o birisini nəzərdən keçirdək. O birisində 2 mol kalsium hidroksiddir. Bu 1, bu da 2-ci və 3 mol H3PO4. Bu 1, bu 2-ci, bu da deməli 3-cü olacaqdır. Bu zaman baxın, buradan bax, OH buradan getdi, H buradan, OH buradan getdi, H buradan getdi, OH buradan, H buradan. Eyni zamanda OH buradan deməli H buradan getdi. Artıq biz müəyyənlədik ki, baxın diqqətdən kalsium HPO4, kalsium HPO4, bir də kalsium 2 dənə H2PO4. Baxın bu bir H2PO4, bu da ikinci H2PO4. Yəni kalsium dihidro deməli orta fosfat. Biz artıq bunları müəyyənlədik. Və burada atomların sayını soruşur. Fikir verirsinizsə deməli Y bunların hər birində var. Ona görə Y burada kalsium deməli HPO4'dür. Onda X olacaqdır kalsium 3 PO4 2. Z də olacaqdır kalsium deməli H2 PO4 2 və atomların sayını buradan tapıb müəyyən edirsiniz. Burada deməli 5 dəfə 2 10 13 dənə burdadır. 1 2 3 7 dənə burdadır. 3 4 7 14 15 dənə burdadır. Yəni burada da artma sırası dediyinə görə deməli 11-ci sualda doğru cavab deməli Y, X, Z istiqaməti. Yəni 11-ci sualda doğru cavab A bəndində öz əksini tapacaq. 12-ci sualda bu qazdır. Qazların həll olması təzyiqlə düz mütənasibdir. Yəni təzyiq artdıqca həll olma artır. K2 burada ən yaxşı həll olduğuna görə K2 də Y-ə aiddir. Y burada təzyiq olaraq daha çoxdur. Y-ə 5 yazıram, digərlərinə 4 yazıram. X-lara. Demək buradan çıxdı ki, Y deməli burada əsasən böyükdür nədən? X-dan. Və temperaturlara baxırıq. Bizə əsas bu ikisinin temperaturu lazımdır. Çünki ikisində də təzyiq eynidir və təzyiq eyni olanda hansının temperaturu azdırsa o daha yaxşı həll olur. Burada deməli K2-dən sonra K1 yaxşı həll olur. Ona görə bunun temperaturu daha az olacaqdır. Ona görə B də böyükdür, burada A olacaqdır. Ona görə 12-ci sualda doğru cavab deməli Y böyükdür X və B böyükdür A, C bəndində öz əksini tapacaq. 13-cü sualda pirit
Təbii ki, bundan əmələ gəlir dəmir 3 oksid və kükürt dioksid. Dəmir solda bir dənədir, bura 0,5 yazıram. Kükürt solda 2 dənədir, bura 2 yazıram. Bu x mol olduğuna görə 0,5x 2x olacaqdır. Sonra sink sulfid, bundan əmələ gəlir sink oksid və kükürt dioksid. Bu y mol olduğuna görə bu da y, bu da y olacaq. Metal oksidləri 5 moldur, yəni 0,5x üstə gəlir y bərabərdir 5. SO2 deməli 14 moldur. 2x plus y bərabərdir 14. Tərəf-tərəfə çıxanda deməli 1,5x bərabərdir. Deməli 14-dən çıxıram 5-i eləyir 9. 9-u bölürəm 1,5-i eləyir 6. X buradan bərabərdir 6 olacaqdır. Onda deməli burada hansında istəsən y-i tapa bilərsən. Y də buradan bərabərdir, deməli 2 olacaqdır. Çünki burada yerinə yazsaq 0,5 6-ya vuranda 3, 5-dən 3 çıxanda 2 və yaxud da burada yerinə yazsaq yenə 2 eləyəcəkdir. 13-cü sualda deməli x 6, y deməli 2 olacaq. 14-cü sualda xlorla reaksiya daxil olur, hidrogen daxil olur. Ona görə biz biri bura yazacağıq. Guruldacı qazın tərkibinə hər ikisi daxildir. 2-ni bura yazıram. Suyu sıxışdırıb çıxardır. Bunlar heç bir suda yaxşı həll olmadığına görə suyu sıxışdırıb çıxardırlar. Kükürtlə reaksiyada reduksiya edicidir. Məsələn, kükürt oksigenlə gedəndə burada deməli oksigen sıfırdan mənfi gedir, oksiləşdirici olur. Amma hidrogen kükürtlə reaksiya daxil olanda hidrogen sıfırdan müsbət bir reduksiya edici. Ona görə biz 4-cünü bura aid eləyəcəyik. Alüminiumla reaksiya daxil olur. Hidrogen alüminiumla getmir, deməli oksigen gedəcək və 14-cü sualda doğru cavab deməli D bəndində öz əksini tapacaq. 15-ci sualda CO üstə gəl oksigen, əmələ gəlir karbon dioksid. Deməli CO x mol, oksigen y moldur. Və təbii ki, burada əsasən yazıb ki, oksigen tam sərf olunur. Ona görə oksigenin köməyi ilə tapırıq görə CO nə qədər artıq qalacaq. Baxıram ki, CO burada 2y sərf olunur. Çünki solda duran maddənin tənasüblə tapdığımız rəqəmi sərf olunandır. Və CO qabaq x idi. Artıq 2y sərf olundu. Və buradan demək artıq oksigen yoxdur. Oksigeni biz buradan silirik. Oksigen yoxdur burada. Və təzə CO2 alınır. Və CO2 də əsasən 2y alınır. Orta molekül kütlə 40 bərabərdir. CO 28 vurulsun x minus 2y, CO2 44 vurulsun 2y aşağıda deməli bunların mollarının cəmi və buradan 12x bərabərdir 32y eləyir və bizə deyir ki, x bölü y tap, x bölü y yazıram. Tənasübliyin saxlanılması üçün ki, yenidən 12x alınsın. 12-ni aşağı yazıram ki, belə vuranda 12x eləsin. 32-ni də yuxarı yazıram ki, belə vuranda 32y eləsin və bunları 8-ə bölürük, 4-ə bölürük. 8, bu da 3 eləyir. Doğru cavab burada deməli A bəndində öz əksini tapacaqdır. 16-cı sualda termit qaynağı deməli dəmir 2, 3 oksid, dəmir 3 oksid və alüminiumdur. H-xlorla reaksiya daxil olanda dəmir xlor 3, dəmir 3 xlorid, dəmir 2 xlorid və alüminium xlor əmələ gəlir. Bu 16-cı sualda doğru cavab deməli 1, eyni zamanda 2, eyni zamanda 3, yəni Y bəndində öz əksini tapacaq. 17-ci sualda deməli amin istəyir ikili olsun, istəyir birli olsun, üçlü olsun həmişə. Ancaq bu düsturla işləyirsiniz. Bu zaman deməli buradan su alınır. Burada yazıram M plus 1,5. Düzə deyə bilərsiniz ki, necə olar ki, məsəl üçün hamısını həm birlini, həm ikilini, həm üçlünü ancaq karbonin H2 plus 3N ilə işləyək. Deyirəm, sən buradan tapırsan N-i tutaq ki, məsəl üçün 3. Düzdürmü? Birli amin desə yazırsan C3H7 NH2. İkili amin desə 3 dənə karbonu belə bölürsən. Birini bu yana, ikisini bu yana. Üçlü desə hər üç tərəfə yazırsan. Yəni problem yoxdur, yəni narahat olmayın. Buradan da suyun molu M plus 1,5'dir. Bərabər də 6,5. M bərabər də 5. Yəni 5 dənə karbon var, amma ikili amin deyir. Bax, indi 5 dənə amma belə bölürəm, bax. Karbon H3, karbon H2, karbon H2, karbon H2, karbon H3. Və burada deməli 12 dənə nə var? CH rabitəsi var. Yadımda saxlayıram ki, burada deməli CH rabitəsi 12 olur. Sonra burada monoamin monokarbon turşusu əvvəlcə doymuş bir əsaslı
karbon turşusunun formunu yazırsan, sonra oradan bir hidrogen əskildib, ora deməli NH əlavə edirsən. Ümumi sigma rabitə sayı ümumi atomdan dedim ki, sikl olmayan birləşmədə ümumi atomdan bir vahid əskikdir. Ümumi atom 3N mənfi 1 üstəgəl 2 müsbət 1, bu da 3 plus 4. Ümumi atom bu qədərdir. Ümumi sigma bir vahid əskik. Buradan da M bərabərdir 3-ə. Demək, bu 3 dənə karbon olan amin turşudur. Amin turşunun emeri 14 N plus 47-dir. 14 vurulsun 3 üstəgəl 47. Bu da 89 eləyəcəkdir. Və 89 və bizə deyir ki, tripeptid. Yəni 89-u vururam 3-ə. Tripeptid 2 dənə su çıxır. Yəni ki, 36 qram. Bu da 231 eləyəcək. 18-ci sual nəzərdən keçirir. Bu ksiloldur. Orta ksilola baxırıq. Baxın, bu orta ksilol. Mən əvvəlcə NO2 qrupunu bura yazıram. Mən nömrələyirəm. Əsas nömrələməkdir. Olur 1, 2 dimetil, 3 nitrobenzol. Təzədən yenə orta ksilolu yazıram. İndi mən NO2 qrupunu bura gətirirəm. Biraz sürüşdürdüm. Olur, yenə nömrələyirəm. Olur 1, 2 dimetil, 4 nitrobenzol. Təzədən istəyirəm ki, bunu bu yana sürüşdürüm. Ondan nömrəliyinə bu yana nömrələyirəm. Onda yenə olur 1, 2 dimetil, 4 nitro yazmışım. Sonra istəyirəm bunu bura gətirim. Olur 1, 2 dimetil, 3 nitro yazmışam. Demək, burada mən ancaq ikisini ala bildim. Ondan sonra gəlir burada metaksilol. Metaksilolu yazıram. Yəni 1-3 vəziyyətinə. Əvvəlcə mən NO2-ni bura gətiririm. Mütləq nömrələyirəm. Olur 1, 3 dimetil, 2 nitro. Yəni yazın ki, gözünüz görsün ki, hansı adlandırmadır. Təzədən yenə mən metaksilolu yazıram. İndi mən NO2-ni bura gətirirəm. Çünki daha burada metilin üstünə çıxarda bilmərəm ki. Nömrələyirəm 1, 2, 3, 4. Olur 1, 3 dimetil, 4 nitro. Təzədəndən mən bunu yenə metaksilol kimi yazıb NO2-ni bura gətiririm. 1, 2, 3, 4 və baxıram ki, burada üzrdən burada nömrələyirəm 1, 2, 3, 4, 5. Aydındır. Yəni bu şəkildə biz buna yanaşırıq. Burada bunu mən bir dənə də yazıram, eyni şeydir. Ki siz tam şəkildə başa düşəsiniz. NO2 buradadır da. Yəni belə də nömrələsəm 1, 2, 3, 4, 5 eləyir. Belə də nömrələsəm 1, 2, 3, 4, 5. Yəni eyni şeydir. 1, 3 dimetil, 5 nitro. Baxın. Artıq başqa bir ad alındı. Sonra mən istəyirəm NO2-ni biraz bura gətireyim. Görəm nömrələyəndə 1, 2, yəni 1, 3 dimetil, 4 nitro yazmışam. Da bundan da başqasını ala bilmərəm. Buradan da demək mən 3 dənəsini aldım. Ondan sonra gəlir burada paraksilol. Paraksilolu yazıram. Burada ancaq mən bura yaza bilərəm. NO2. Çünki nömrələyəndə olur 1, 4 dimetil, 2 nitro. Aydındır. Mənə deyirlər ki, müəllim, niyə ki, bura yaza bilməzsən ki? Deyirəm, burada yazanda bu yandan nömrələyirəm də. Yəni, radikal şaxə çoxlan yəni 2, 3, yenə də 1, 4 dimetil, 2 nitro. Və yaxud da, məsələn, mən bunu burada yazsam, yenə 1, 4 dimetil, 2 nitro. Bura yazsam, yenə 1, 4 dimetil, 2 nitro, deməli, 2 nitro. Yəni, burada bircə dənə mən ala bilirəm. Vəssalam. Ona görə doğru cavab 18-ci sualda C bəndində öz əksini tapır. 19-cu sualda bu C3H4'dür. Karbon qazı deyir. CO2 yazıram. Bura 3 yazacağım. M qram. Nü. Bu 40'dır. Bu da 3'dür. Nü buradan bərabərdir. 3M bölünsün 40. Bunu yadımda saxlayıram. Ki bu oldu deməli 3M plus 40. İndi metan. Bundan da karbon eyni olduğuna gibi 1 mol yazıram. M qram, nü, 16 qram, 1. Nü də buradan bərabərdir. Deməli, M bölünsün 16. Bu da bunların cəmi 11'ə bərabərdir. Buradan hər tərəfi 40'a vururam. 40'a vuranda bununla bu gedir ixtisar. Burada qalır 3M. 40'a vururam. 40'ı 16'ya böləndə 2,5 oldu. 2,5 M. Bu da 11 vurulsun 40 oldu. Və buradan biz bunu tapırıq ki, M buradan
Deməli 19-cu sualda deməli 80-ə bərabərdir D bəndi. Ondan sonra gəlir burada 20-ci sual nəzərdən keçirdək. 20-ci sualda nitrogliserin partlayıcı maddədir. Bəli. Metanol spirtli içkilərdə xeyr, etanoldur. Qırmızı fosfor kibrit istehsalında bəli, doğru cavab burada 20-cidə D bəndi olacaq. 21-ci sualda X, Y, Z billur şüşənin istehsalında istifadə olunur. Deməli, billur şüşədə kalium oksid, polimbum O, 6 silisium O2 tərkiblidir. Yəni X, Y, Z bunlardır. Yazır ki, Y maddəsini A ilə əvəz eləyəndə kimyəvi şüşə alınır. Kimyəvi şüşə kalium oksid, kalsium oksid, 6 silisium O2'dir. Və Y-i A ilə əvəz eləyir. Y onda budur. Adı budur. Baxın tərkibdə kaliumla silisium O2 yuxarıda olduğu kimi qalıbdır. Ona görə də burada biz Y polimbum O götürürük. Ya budur cavab. Onda bu olmayacaq. Bu olmayacaq. Bu olmayacaq. Ya da budur. Sonra yazır ki Z adi pəncərə şüşəsində istifadə olunmur. İndi bunların içərisində silisium O2 bütün şüşələrdə istifadə olunur da. Z istifadə olmayacaq da. Z burada nədir? Kalium oksiddir. Aydındır. Ona görə də çünki natrium oksid Z olaraq istifadə olunur adi pəncərə şüşəsində. Ona görə bu istifadə olmayacaqdır. Ona görə də 21-ci sualda doğru cavab Y bəndi olacaq. 22-cidə kimyaçı laboratoriyada kalsium karbonatla amonium karbonatlı duzlarını necə fərqləndirir? Suda həll etməklə. Bəli, çünki kalsium karbonat həll olmur, amonium karbonat həll olur. Amma H-klor hər ikisindən CO2 çıxardır. Fərqləndirə bilməyəcəm. Natrium OH da kalsium karbonatdan getmir. Çünki duz üstəgə metal OH reaksiyasında əvvəldə çöküntü varsa getməyəcək. Üçüncü reaksiya gedir. Əvvəldə çöküntü yoxdur. Axırda da deməli qazla su alınır. NH3 üstəgə su, natrium karbonat. Ona görə də 22-ci sualda doğru cavab D bəndində öz əksini tapacaqdır. Sonra 23-cü sualda qaynardan bilirsiniz ki, orta fosfat turşusu alınır. Soyuqdan metafosfat turşusu alınır. İlıqdan da deməli pirofosfat alınır. Və görürsünüz ki, X-dan Y alınır, Y-dən də Z alınır. Deməli, X burada orta fosfat turşusudur. Yəni, biz onu birinci olaraq şamil eləyəcəyik. Y burada pirofosfatdır. Biz onu deməli, əsasən Y olaraq üçüncüyə şamil eləyəcəyik. Z də burada metafosfatdır. Ona görə 23-cü sualda deməli, X orta fosfatdır birincidə. Z pirofosfatdır Y olaraq. O birisi də deməli, yəni üçüncüyə baxın, üçüncüyə. Y olaraq baxın. Üçüncüdə daxı bu. Ona görə biz onu üçüncüyə Y olaraq daxil edirik. Z də burada deməli metafosfat olacaqdır. Burada da ikincidə göstərilir bu. 23-cü sualda doğru cavab C bəndi olacaqdır. 24-cü sualda hansı maddə oksidləşəndə CO2 verir? Qarışqa turşusu. Deməli, bu qarışqa turşusudur və Y qarışqa turşusudur. Y-də Z-in oksidləşməsindən alınır. Z də burada qarışqa aldehididir. Z də X-in oksidləşməsindən əmələ gəlir. Bu da deməli metil spirtinə uyğundur. Ona görə də 24-cü sualda X metil spirtidir. Y qarışqa turşusu, Z qarışqa aldehidi. A bəndində öz əksini. 25-ci sualda etanol, karbon birinci proses. Karbon H3, karbon H2, OH əmələ gəlir etanol. Karbon H3, karbon OH. Bir də deməli burada ikinci keçidsə etanoldan etan turşusudur. Karbon H3, karbon OH, karbon H3, karbon OOH. Bir də üçüncü etanoldan CH3, CH2OH, etan turşusu CH3, COOH-dır. Və burada yazıb ki, doğrunu seç. Birinci çevirmədə karbon oksidləşir. Birinci çevirmədə karbon oksidləşir. Baxın diqqətlə. Burada karbon -1-dir. Çünki diqqətlə biz bu quruluşu sizə açıqlasaq, bu karbon ikisini alır, -2, birini verir, -1. Bunların arasında alış-veriş yoxdur. Burada isə bu baxın diqqətlə ikisini verir, birini alır. İkisini verəndə müsbət 2, birini alanda qayıdır olur müsbət 1. Yəni burada bu nöqtələşmə dərəcəsi artdı. Yəni oksidləşir. Bu doğrudur. Deyir, ikinci çevrilmədə karbon oksidləşdiricidir. Xeyr, karbon burada müsbət 1-dir. Burada da müsbət 3-dür. Çünki karbon oksidini 3 dənə verir. Burada reduks edicidir.
Üçüncü eşit çevrilmədə karbon hibrid orbitalların sayı bir vahid azalır. Bəli, burada deməli 8 dənə də sp3 axı. Burada bu sp3, bu sp2 7 dənədir. Ona görə də doğru cavab burada 1-2 olacaq. 26-cı sualda A və B-ni soruşur bizdən. Burada M-i səhv yazıbdır. Doymuş bir atomu sp karbon N, H2N plus 2O-dur. Oksidaşməsindən deməli alınan birləşmə karbon N, H2N O olur. Və fikir verirsə burada deməli həmin bu 2 yoxa çıxıb. Burada 2 qram azalma olubdur. Cavab ya budur, ya budur. Amma dehidratlaşanda karbon N, H2N plus 2O molekul arası dehidratlaşma deyir. Bu zaman sadə efir əmələ gəlir. Karbon N, H2N plus 1O, karbon N, H2N plus 1. Yəni özümüzdən bir dənəsini yazaq. Təkmətən bu CH3, CH2OH-dır. Bunun 46-dır molekül kütləsi. Ancaq bundan əmələ gəlir CH3, CH2O, CH2 deyən dietil efiri. CH3, CH2O, CH2, CH3. Bu oldu deməli, bunun emeri nə qədər oldu? 46 vur 2 çıx 18, 74 oldu. 74 oldu. Yəni 46-nı 2-yə vurub 18 çıxdıq. Yəni M-i 2-yə vurub 18 çıxdıq. Doğru cavab burada A bəndində öz əksini tapacaq. 27-ci sualda kalium hidroksid xlorla kalium xlorid, kalium hipoklorid üstəgəl su da verə bilər. Eləcə də kalium xlorid, kalium xlorat su da verə bilər. Çünki temperaturda bu alınır. Temperatursuz yuxarıdakı alınır, amma temperatur yazmayıb. Ki qəsdən ki bilək hansıdır. Y hər ikisində olduğuna görə bu kalium xlordur. Cavab ya budur, ya budur. Amma oksigenin kütlə payı omega 1 böyükdür, omega 2-dir. Yəni X da böyükdür Z-dən. Təbii ki, kalium xloroiddə oksigenin kütlə payı kalium hipokloriddən çoxdur. Ona görə də X olaraq biz kalium xloratı götürəcəyik və doğru cavab 27-də Y bəndi olacaq. 28-ci sualda ağ fosfor, yəni belə yazılır. Və burada deməli görürsünüz ki 6 dənə rabitə var. 2-yə vuranda 12 eləyir. Və burada amonyak. Burada 3 dənə rabitə var. 3-2-yə vuranda 6 eləyir. Kükürt trioksid. 6 rabitə var. 2-yə vuranda 12 eləyir. Siklopropan. Burada ümumi rabitə ümumi atoma bərabərdir. 3-dən 6, 9, 9 18 eləyir. Etilində 6 dənə rabitə var. 6-nı 2-yə vuranda 12 eləyir. Doğru cavab 28-ci sualda deməli 2-4 olacaq. 29-cu sualda 2H xlor əmələ gəlir hidrogen üstəgəl xlor. Bu deməli baxırsınız H xlor 0,8-dən başlayıb. Hidrogenlə xlor isə 0,2-dən başlayıb. Və bunlar qatılıqdır. Həcmə ehtiyac yoxdur və buradan taralıq sabitini tapırıq. 0,2 vurulsun. 0,2. Bu isə 0,8-in kvadratı. Bunu belə yazacağım. Bundan bu getdi ixtisara, bundan bu getdi ixtisara. Qaldı 16-da 1. Taralıq sabiti burada deməli 16-da 1-dir. Və diqqətlə fikir verirsinizsə, bu zaman hidrogenlə xlor 0,2-dən 0,6-ya qalxıb. Yəni 0,4 artıbdır. 0,4 artıbdır. Təbii ki, bu əsasən belə deyək, bunlar 0,4 artanda əgər sağ tərəf artırsa, sol tərəf azalmalıdır. Məsələn, bax, belə yazaq, məsəl üçün, bax, hidrogen 0,4 artanda, onda bu 0,8 azalacaqdır. Ancaq bu nə qədər artıb bilmirəm, sonra azalıb da. Bu da əmsal qədər məhsul formada artır. Aydındır. Ondan sonra dedik ki 0,8 azalacaq. Bir daha təkid edirəm. Bu əvvəlcə artıb, nə qədər artıb bilmirəm. Artım da əmsalı qədər məhsul formada. Əmsalı 2-dir, 2x artıb. Amma azalmanı bildik ki 0,8 azalıbdır. Və buradan deməli tarallı sabiti olduğu kimi qalır. 16-da 1 bərabərdir. 0,6 vur 0,6, yəni 0,6-nın kvadratı. Bu da deməli 0,8-lər ixtisar gedir 2x-in kvadratı. Sonra mən 16-da 1, 4-də 1-in kvadratı yazıram. Sonra kvadratdan bunları qutarıram. 4-də 1 bərabərdir 0,6, bu da 2x eləyir. Buradan deməli 4 vurulsun 0,6 bölü 2.
Deməli 4 vurulsun 0,6 bölü 2 edir 1,2. X buradan bərabərdir 1,2. İndi diqqətlə baxın, mən x-i 1,2 tapdım. Bu qabaq 0,8 idi. Dedim ki 2x artdı. Yəni 1,2-ni 2-yə vuranda 2,4 artdı. 0,8-in üstünə 2,4 gəldi 3,2 olur. Yəni n burada neçədir? 3,2, sonra 0,8 də azaldı. N də burada neçə oldu? 2,4 oldu. Və bunların da cəmini məndən tələb edir. 3,2 üstə gəlir 2,4. Bu 5,6 edir və 29-cu sualda doğru cavab olacaqdır. Deməli B bəndi. 30-cu sualda oksit iyon verə bilmir. Yəni OH verən yoxdur sol tərəfdə, baxın. H verən var, OH verən yoxdur. Yəni bu bunun deyil. Burada baxın OH-ı kalium OH verəcək. H bu verəcək. Sonda da ancaq su olduğu kimi qalır. Ona görə biz ikincini qəbul edirik. Yenə də üçüncüdə yenə OH verən yoxdur. Burada amma çox maraqlıdır. Baxın, OH verən də var, H verən də var. Amma sonda barium sülfat da deməli çöküntü olduğuna görə qısa iyon tənliyində göstərilməlidir. Burada göstərilməyib. Ona görə biz bunu da qəbul etmirik. Burada yenə OH verən budur, H verən budur. Burada su. Ona görə doğru cavab 30-cu sualda olacaqdır 2 ilə 5. Ondan sonra gəlir burada 31-ci sual. Ferium S 2 üstə gəl oksigen əmələ gəlir. Ferium 2O3 üstə gəl SO2. Dəmir burada müsbət 2-dən gəlir müsbət 3-ə. Baxın diqqətin. Dəmir müsbət 2-dən gəlir 2 dənə dəmir müsbət 3-ə. Soldan sağa çıxıram. Yəni üstlərdən gedir söhbət. 2-dən 3 çıxanda -1 ilə işarəni yazma. Bilmirəm 2-yə vurum yoxsa yox. Solda dəmir ait bir oxidləşmə dərəcəsi var. Sağda da bir dənədir. Solda və sağda eyni olanda yadda saxlayın. Sola baxırıq. Solda rəqəm yoxdur, vurmuram. Sonra kükürt 2 dənə kükürt -1-dən gəlir kükürt müsbət 4-ə. Fərq 5-dir. Yəni -1-dən 4 çıxıram. İşarəyə baxmıram. Solda kükürdə ait bir oxidləşmə dərəcəsi var. Sağda da bir dənə. Solda və sağda eyni olanda sola baxıram. Solda rəqəm var 2. Vururam. Oksigen deməli 2 dənə oksigen. 0-dan gəlir oksigen -2-yə. 0-dan -2 çıxanda 2 edir. Solda oksigen ait bir oxidləşmə dərəcəsi var. Sağda da bir dənədir. Ancaq -2. Yəni neçə dənə yerdə yox. Sağda neçə dənə yerdə yox. Sağda neçə dənədir? Bir dənə -2 var. Və solda və sağda eyni olanda sola baxıram və soldakı rəqəmi vururam. Görürsünüz ki, dəmir də artıb, kükürt də artıb. Bu artanları bir götürürəm. Yerlərini dəyişirəm. 4-ü yazıram soldakı dəmirin qabağına, çünki sol yazmışam. Bura 2 yazacağım. 11-i yazıram soldakı oksigen qabağına, sol yazmışam. Düzəldi. Və yazır ki, reaksiya tənliyində turşu oksidinin əmsalı 8-dir. Bu doğrudur. Yəni biz bunu qəbul edirik. Dəmir müsbət 2 oxidləşmə dərəcəsi göstərən oksid alınır, xeyr. Kükürdün oxidləşmə dərəcəsi -1-dən 4-ə gedir, düzdür. Sülfat turşusunun alınma mərhələlərindən biridir, düzdür. Reaksiya zamanı qarışıq oksid alınır, xeyr. Dəmir 2O3 deməli amfoteri oksiddir, qarışıq oksid dəmir 3O4 olacaq. 32-ci sualda görürsünüz ki, XNO3 əmələ gəlib, yəni X bir valentlidir və əgər Y oksigenlə adi şəkildə gedirsə, bu NO-dur. NO-dur və NO-nu da deməli əsasən birvalentli metallardan deməli verən, ancaq deməli sağda duran, yəni hidrogendən sağda olan məsələn gümüş əmələ gətirir. Həmçinin deməli o düz ortada yerləşən metallarda əmələ gətirir, ancaq orada birvalentli olan yoxdur. Ona görə də biz ancaq bunu gümüşə həvalə edirik. Yəni gümüş üstə gəlir HNO3 əmələ gəlir gümüş 1 nitrat, üstə gəl deməli NO və üstə gəlir su əmələ gəlir. Gümüş deməli 0-dan gəlir müsbət 1-ə 1 elektron. Azot da müsbət 5-dən gəlir müsbət 2-yə 3 elektron. 3-ü yazıram gümüşlərin qabağına. Azot sağda 4 olur, bura 4 yazıram. Və deməli hidrogen solda 4, bura 2 yazıram. Və bizə deyir ki, oksidləşmə məhsulunun əmsalı 10-dur. Oksidləşmə məhsulu burada deməli oksidləşmə dərəcəsinin artmasından yaranandır. Bu gümüş NO3-dür, bu əmsalı 3-dür. Reduks edicinin əmsalı, bəli, gümüş reduks edici əmsalı 3 düzdür bu. Oksidləşmə məhsulu NO-dur. Təbii ki, burada deməli baxırıq ki, NO oksidləşmə məhsulu deyil, NO reduksiya məhsuludur. Reduksiya məhsulu NO2-dir, xeyr, NO-dur. Oksidləşdiricinin 25% reduksiya olub. Oksidləşdirici burada budur. 4 dənənin 3-ü duza çevrilib, biri reduksiya olub, bir də 4-ün 25%-ni təşkil edir və 32-ci sualda D bəndi olacaqdır.
33-cü sualda polikondensləşmə reaksiyasına daxil bərk maddə beta qlukoza deməli selluloza əmələ gətirir bərkdir. Alfa alanin zülal əmələ gətirir bərkdir. Etilen qlikol əsasən lafsan əmələ gətirir, ancaq bu maye halındadır. Adipin turşusu deməli heksametilin diaminlə neylon əmələ gətirir, bu da bərkdir. Doğru cavab 33-cü sualda 1, 2, 4 olacaqdır. 34-cü sualda ərimə temperaturundan qaynama temperaturunun ortası mayedir. Qaynama temperaturundan sağda qazdır. Ərimə temperaturundan solda bərkdir. Bunları da biz bu şəkildə yazırıq. Bunu da bu şəkildə yazırıq. Və 20 dərəcə burada hara düşür? Bura düşür. Mənfi 10-dan sonra bu qaz halındadır. Burada isə mənfi 10-la 80-in ortasına düşür. Burada isə demək 40-dan əvvələ düşür. Deməli x burada qazdır, y mayedir. Z isə deməli bərkdir. Ona görə bizə də deyir maye halında. 34-cü sualda doğru cavab C bəndində öz əksini tapacaqdır. 15-ci sualda 3-cü energetik səviyyəsində olan elektron sayı 4-cüdən 18 dəfə böyük olsa, birinci 2 yazır, ikinci 8. Ona görə bura 18, bura 1 yazaq ki, 3-cüdəki 4-cüdəkindən 18 dəfə böyük olsun. Və yazıram 1S2, 2S2, 2P6, 3S2, 3P6, 3D10, 1, 2, 3, 4, 5, bunlar da hamısı cütdür. Və 4S1-də təkdir. Və bizə də deyir ki, burada cüt elektron 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə. Doğru cavab C bəndi olacaq. 36-cı sualda əsas tənlik budur. Və əsas tənlikdə görürsünüz ki, B sol tərəfdədir. Birinci tənlikdə də B soldadır. Ona görə buna əl vurmuram. 3A plus B əmələ gəlir C plus 3D mənfi 900. Sonra əsas tənlikdə Y soldadır. Burada Y sağdadır. Bunu yerini dəyişirəm. Bunları sola keçirdirəm. A ilə yerini sağa keçirdirəm. Onda mənfi 200 olur, müsbət 200. Ancaq məndə əsas tənlikdə Y-in qabağında 3 var. Ona görə bunları biz 3-ə vururuq. Onda bu da olur 600. Və burada tərəf-tərəfə toplayırıq. Bu zaman deməli 3D ilə 3D getdi. Eyni zamanda 3A ilə 3A getdi. Qaldı B üstə gəl 3Y. 3Y üstə gəl C. Bunlar toplayanda edir mənfi 900 ilə. Deməli 900 üzərinə gəlirəm. Deməli 600 edir mənfi 300. Bu istik effektidir. Entalpiya soruşduğuna görə müsbət olacaqdır. 36-da C bəndi olacaqdır. Deməli, ümumi omega bərabərdir. M1 omega 1 üstə gəl. M2 omega 2, M1 üstə gəl, M2. 3C bərabərdir. AC üstə gəl. 4BC, aşağıda kütlələrin cəmi A plus B. Yuxarıda AC üstə gəl, 4BC bərabərdir. 3AC üstə gəl, 3BC. Deməli, bu AC keçir sağ tərəfə. Olur 2AC, bu da olur BC. C'lər getdi ixtisar. 2A bərabərdir B-yə. Mən tapdım ki, 2A bərabərdir. Deməli, B oldu. Buradan biz, belə deyək, məsəl üçün, gətirib B-nin bu qiymətini burada yerinə yazsaq və burada 4A üstə gəl. B-nin yerinə 2A bərabərdir 12. 6A bərabərdir 12. A bərabərdir 2. Və salam burada da A-nın qiymətini yerinə yazsam, B 4-ə bərabər olacaq. 38-ci sual lap əvvəl C10 ilə C3H8 var. Və ümumən bunlar 3 moldur. Çünki ilkin qarışıq budur. Birinə A yazıram, birinə deməli yazıram 3 minus A. Və hidrogenə görə sıxlıq 18-dir. Yəni 36-da orta molekül kütlə. CO 28A. C3H8 44 vurulsun 3 minus A. Aşağıda molların cəmi, yəni 3. Buradan A bərabərdir 1,5. Yəni CO da 1,5 imiş. C3H8 də 1,5 imiş. Və sonra bura biz naməlum mol, B mol metan əlavə edirik. Hansı ki bunların cəmi X olur bir yerdə. 3 üstə gəl B bərabərdir X. B nəyə bərabərdir? X minus 3 demə mən bura X minus 3 demə metan əlavə edirəm və bu zaman hidrogenə görə sıxlıq 14, yəni 28 olur orta molekül kütlə.
1,5 bölü 28 CO-dur. 1,5 bölü 44 CO çarpı 8'dir. Və 16 vurulsun x minus 3 də metandır. Aşağıda bunların cəmi x. X də buradan 5'ə bərabərdir. 39-cu sualda minimum sayıda karbon atomundan izole edilmiş alkaden. İzole edilmiş alkaden o deməkdir ki, bu 2 qat, bu birisi 2 qatdan ən azı deməli 2 dənə bir qatdan ayrılsın. Və ümumən 1, 2, 3, 4, 5 dənə burada nə var? Karbon var. Bunun sinif arası izomeri alkindir. Alkinlərdə də maksimum SPH o deməkdir ki, 3 qata birləşən karbon hidrogen birləşməsin. CH3, 3 qat yəni ortada olsun. CH2, CH3 bu da ümumən 8 eləyəcək. 39-da doğru cavab Y bəndi olacaq. 40-cı sualda görürsünüz ki, məsələn, bax, təsəvvür edin ki, bu böyük bir otaqdır. Ancaq bu qonşunun otağıdır. Bu sizin otaqdır. Sizin otağın həcmi V-dir, qonşununki 3V-dir. İndi siz getdiniz o evi də aldınız, ortadan bu ara kəsməni götürəndə bayaq V idi, bu da 3V, oldu 4V. Aydındır? Yəni V oldu nə? 4V. Yəni həcm 4 dəfə artdı. Həcm 4 dəfə artanda təbii ki, qatlıqla həcm tərs mütənasibdir. Onda qatlıq 4 dəfə azalacaq. Bu olacaq da azot vurulsun. Deməli, hidrogenin kubu 4 dəfə azaldığına görə buna 4də1 yazıram. Buna isə 4də1-in kubu yazıram. Yəni 4də1 vurulsun. Mən 64də1, deməli 4 vur 4, 16 vur 4, 64. Bunu da vururam 4-ə. 256 dəfə azalma olacaq. Doğru cavab burada C bəndi olacaq.